Dostlar, məsələdə deyilir ki, O mərkəzli çevrəyə AB kəsəni və AC toxunanı çəkilib. BC qövsünün uzunluğu 28-dir, DC qövsünün uzunluğu 8 sm-dir. Bu BAC bucağını soruşur. Yəni kəsənlə toxunan arasında qalan bucağı soruşur. Burada nə edək dostlar? Bu BC qövsü, baxın mən şey markerlə gedirəm. BC qövsünün uzunluğunu verib bizə. Və DC qövsünün qırmızı rənglə gedirəm. DC qövsünün də uzunluğunu bizə verib. Düzdürmü? Bu qövslərin dərəcə ölçüləri bu toxunduğu nöqtə ilə mərkəzi nöqtəni birləşdirəndə qövsün uzunluğudur 28 sm. Bu da DC qövsünün uzunluğudur 8 sm. Qövslərin də bucaqlarını onlara uyğun mərkəzi bucaq bildirir axı, mərkəzi bucaq, düzdür? Qövslərin uzunluqları nisbətlərini tapsam, yəni 28-in 8-ə nisbətini tapsam, 4-ə ixtisar aparsam, burada nə qalacaq? 7/2. Qövslərin uzunluqları nisbəti 7/2-dirsə, deməli bucaqlar nisbəti də 7/2-dir. Yəni bura 7K, bura 2K yaza bilərəm. Bu O nöqtəsi də çevrənin mərkəzi olduğuna görə deməli burada 180 dərəcəli açıq bucaq əmələ gətirib. Yəni 7K ilə 2K-nın cəmi 180 dərəcəyə bərabərdir. Buradan 9K 180, K bərabərdir 20 dərəcə alınır. Yəni bu 2K 40 dərəcə, 7K da 140 dərəcə olur. Toxunanla kəsən arasındakı bucağın dərəcə ölçüsü necə tapılır? Bu toxunanla kəsən arasında qalan major qövsün, yəni böyük qövsün dərəcə ölçüsündən minor qövsün dərəcə ölçüsünü çıxıb 2-yə bölürük. Yəni alfa bərabərdir 140 dərəcə çıx 40 dərəcə bölünsün 2. Cavab 50 dərəcə olacaq. Baxın buradakı bucaq 50 dərəcədir.